Biz bugün texnologiya dərsində 8-ci sinifdən avtomatika bölməsindən ümumiləşdirici dərsimiz var. Bu dərsdə biz təlim üsullarından biri olan mən kiməmi, mən nəyimlə əvəz edib, deməli, avtomatik qurğuların xüsusiyyətlərini deməklə hansı avtomatik qurğu olduğunu aydınlaşdırmağa çalışacağıq. İlk öncə uşaqlar, avtomatik qurğu deyəndə nə başa düşürsünüz? Buyur Şərqiyə. Düzdür, insan müdaxiləsi olmadan işləyir. Daha nə deyə bilərsiniz avtomatik qurğular haqqında, Nihan? Avtomatik qurğular elektriklə işləyir. Elektriklə işləyir. Yaxşı, nəyi nümunə göstərə bilərik avtomatik qurğulara? Sədəf. Sonra? Toz soranı da göstərə bilərik. Daha sonra Ələkbər nəyi misal göstərə bilərik? Elektrik sayğacı, elektrik mühərriki. Doğrudur, elektrik sayğacı, elektrik mühərriki. Doğrudur. Yaxşıdır Ələkbər, çox sağ ol. Yəni görmürsən ki, qızım? Yaxşı, indi gözü aça bilərsən. Biz avtomatik qurğunu görürük, amma Nihan da bilsin deyə suallar ünvanlayın. Buyurun, kimin sualı var? Şərqiyə. Bu qurğu avtomatik qurğudur. Avtomatik qurğudur. Yaxşı, başqa bir sual tam aydınlaşdıra bilsin. Kimin sualı var? İbrahim. İnsan müdaxiləsi olmadan işləyir. İnsan müdaxiləsi olmadan işləyir. Hələ ki aydınlaşdıra bilmədin. Ələkbər buyur sual ver. İnsanları təhlükədən qoruyur. Şifor. Doğrudur uşaqlar? Bəli, doğrudur. Şifordur. Yaxşı. Başqa hansı avtomatik qurğuların xüsusiyyətlərini sadalaya bilərsiniz? Məsəl üçün, toz soğuran hansı xüsusiyyətlərə malikdir? Kim deyər? Toz soğuran. Nihan. Onun baş elementi filtrdir. Filtrdir. Daha sonra Şərqiyə. Turbinlərin fırlanma tezliyi 18-2000 dövrə, 2200 dövrə arasında. Dəyişir, doğrudur. İbrahim, sən nə deyə bilərsən? Mənzildə az yer tutur. Kiçik yer tutur, mənzildə. Ay, sağ olun, doğrudur. Yaxşıdır, yəni yaxşıdır. Şərqiyə görmürsən ki? Yaxşı, deməli, avtomatik qurğumuz. Və indi gözü aça bilərsən. İndi sən hansı avtomatik qurğu olduğunu bilmək üçün yoldaşların sizə sualları ünvanlayacaq. İlk öncə kim sual vermək istəyir? Nihan buyur. Şərqiyə insan əməyini yüngülləşdirir. İnsan əməyini yüngülləşdirir. Daha fərqli sual aydınlaşsın. Ələkbər. Dəqiqədə 2000 dövr sürətlə işləmək. Sonrakına malikdir. 2000 dövr. Yaxşı. Daha kimin sualı var? Dəqiqə yuma və sıxma işini yerinə yetirir. Yuma və sıxma. Paltaryan. Doğrudur uşaqlar. Doğrudur. Uşaqlar, bəs daha hansı elektrik mühərrikinin bəs hansı xüsusiyyətlərini tanıyırsınız, bilirsiniz? Nihan deyim. Mən elektrik mühərriki zərərli qazları havaya buraxır. Buraxmır, doğrudur. Sonra Ələkbər nə deyə bilərsən? Yanacaq və su ehtiyacına ehtiyac duyulur. Sonra Şərqiyə sən nə deyə bilərsən? Elektrik mühərriki onun istənilən yerə qarışdırılmalı olur. Sonra yaxşı. Deməli, Əli desin, daha hansı qurğuları tanıyırsan? Avtomatik soyuducu, turniket, doğrudur. Yaxşı, Rahidə, sən hansı deməli avtomatik qurğu haqqında məlumat verə bilərsən? Şifor yol hərəkətini nizamlamaq üçün istifadə olunan vacib texniki yoldur. Bəli. Doğrudur uşaqlar. Deməli biz bugünkü dərsimizdə avtomatik qurğuları öyrəndik. Öyrəndik ki, onlar insan müdaxiləsi olmadan işləyir və insanların deməli işini yüngülləşdirir. Sağ olun uşaqlar.